Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Meyxanaçı Namiq Qaraçuxurlu xanımı ilə paylaşdığı fotodan danışıb. Milli Az xəbər verir ki, mədəni şouya qatılan sənətçi 14 il sonra ilk dəfə həyat yoldaşı ilə paylaşım etməsi ilə bağlı açıqlama verib. 12 oktyabr bizim evliliyimizin 14 ili tamam olurdu. Başqa böyük bir səbəbi yox idi. İnsanın hərdən ürəyindən keçir hansısa xoşbəxtliyini paylaşmaq. Şəxsi həyatımın insanlara maraqlı olmasının bir səbəbi də qapalı olmağımdır. Mən haqqımda olan yanaşmaları öz uğurum kimi qəbul edirəm. Bəzən övladım ilə bağlı paylaşım edirəm. Sevənlərim görsün, sevinsin deyə.